Bilirik, hamımız bilirik, dünya müvəqqətidir. Amma yenə də 4.50 yapışmışıq, yəni 2 əldə borc almışıq. Yapışmışıq, əl çəkə bilmirik. Görün, nə ilə məşğul olmalısınız, nə ilə məşğulsunuz? Nə ilə məşğul olmalısınız, nə ilə məşğulsunuz? Görün, zehniniz səhərdən axşamacan nə qədər yerlərə, lazım olmayan yerlərə gedir çıxır. Ağlı ona görə verməyiblər ki, onu işlədəsən bu işdəki görün, məsələn, biznesim yaxşı olsun, qonşudan qabağa keçim. Bütün ağlı buna səfərbər eləyəsən. Ağlı buna səfərbər eləyəsən ki, kimlərləsə ötüşmədə qabağa keçəsən. Planlar qulasan özü üçün. Ağlı buna görə veriblər ki, Allahın əmrini tapasan. Ki, Allah səndən nə istəyir? Nə istəyir? Oturub fikirləşəsən ki, bax, mən səhər açılıb, indi neynəməliyəm? Ağıl mənə deyir ki, işə getməlisən. Ağıl sənə deyirsə, Allah onu deyir. Deyirəm, baş üstə ilahi.